1828-ci il fevralın 10-da bağlanan Türkmənçay müqaviləsinə əsasən Azərbaycan ərazisi iki hissəyə bölünüb. 1840-cı il islahatından sonra Şimali Azərbaycanın 7000 kvadrat kilometrlik ərazisi Dağıstan vilayətinə birləşdirilib. 9000 kvadrat kilometrlik ərazisi isə Ermənistana verilib. Borçalı, Qarayazı və Zəngəzur kimi bölgələrimiz Ermənistan və Gürcüstana birləşdirilib. 1992-ci ildən başlayaraq Dağlıq Qarabağ və Qarabağ ətrafı rayonlarımız işğal olunub. Bütöv Azərbaycana gedən yol bizdən, Günaz TV-dən başlayır. Hər vaxtınız xeyir əziz seyircilər. Güney Azərbaycan televiziyasının həftə sonu proqramında biz dünyada, bölgədə, o cümlədən Güney Azərbaycanda baş verən önəmli hadisələri analiz edirik. Əziz seyircilər, bu həftənin Azərbaycan üçün ən önəmli hadisəsi məmləkətimizin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına bir aylıq sədrlik etməsidir. Bu məqsədlə artıq dövlət başçısı Prezident İlham Əliyev də New Yorka səfər edib və orada görüşlər keçirilib. Bu mövzunu müzakirə etmək məqsədilə proqramımıza sizin də yaxından tanıdığınız politolog Natiq Mirini dəvət etmişik. Natiq bəy, xoş gəlmişsiniz. Təşəkkür edirəm. Natiq bəy, ümumiyyətlə Azərbaycan üçün BMT Təhlükəsizlik Şurasının üzvlük və bir aylıq sədrlik nə deməkdir? Bunun nə üstünlükləri var? Əvvəla, BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq təbii ki, konkret bir statusdur. Həm də dünyada tanınmaq və imij baxımından xeyli müsbət tərəfləri var. Digər tərəfdən, təbii ki, bu 2 il müddətində Azərbaycan özünün həyata əhəmiyyətli olan məsələlərini gündəmə gətirə, ciddi surətdə müzakirə və eyni zamanda konkret qərarların qəbulunu bir növ stimullaşdıra bilər. Bu yöndə açığı bizim həqiqətən də gözləntilərimiz var. Təbii ki, Azərbaycan bu bir ay müddətində BMT Təhlükəsizlik Şurasındakı sədarəti mənə elə gəlir ki, müsbət olmaqla bərabər, ancaq ciddi mənada elə bir nəticələrin olacağını mən düşünmürəm. Çünki həmin ərəfədə müzakirə ola biləcək məsələlərin içərisində Azərbaycanın marağı o qədər də təmsil olunmur. Ancaq bütün mənada Azərbaycanın rotasiya qaydası ilə sədrlik etməsi hər bir halda yeni bir Azərbaycan dövləti üçün mənə elə gəlir ki, çox müsbət hadisədir. Yəni əslində çox belə deyək, mürəkkəb dövrə də təsadüf edir Azərbaycanın sədrliyi. Siz də qeyd etdiniz, əslində bu üzvlük və rotasiya prinsipi ilə olan sədrlik prestijli olduğu qədər də məsuliyyətli bir işdir. Çünki dünyanın diqqəti Suriyaya yönəlib, İranın nüvə çalışmalarına yönəlib. Suriya ilə bağlı artıq bir dəfə səsvermə keçirdi və o zaman Azərbaycan sivil dünyanın qərbin yanında yer aldı sanksiyalarla bağlı. İki dövlət Təhlükəsizlik Şurasının daimi üzvləri Çin və Rusiya veto hüququndan istifadə etdilər. Necə düşünürsünüz? Sədrlik müddətində deyilənə görə Suriya məsələsi yenidən gündəmə gələ bilər. Çünki Annan planı faktiki işləmədi, qətliamlar davam edir. Suriya mövzusu gündəmə gəlsə, Azərbaycan yenə də siz düşünürsünüz ki, qərbin yanında yer alacaq, yoxsa bir fərqli mövqe, fərqli bir siyasət ortaya qoya bilər? Açığı Suriyada artıq hadisələri xırdaladıqda görürsən ki, bir növ proses kulminasiya nöqtəsinə yaxınlaşır və Suriyada bir bəşəri cinayət baş verir və artıq insanların tələfatı 10 minlərlə ölçülür və bununla bərabər artıq Suriyada çox ciddi mənada humanitar bir faciə yaşanmaqdadır. Bilirsiniz ki, Suriyadan artıq Türkiyəyə qaçanların sayı artıq 25 mini ötüb və bu rəqəm getdikcə 50 minə daha çox yaxınlaşır. Təbii ki, bu rəqəm dünyada ciddi surətdə qəbul olunmaqdadır. Çünki əgər rəqəm həqiqətən də 50 minə yaxınlaşarsa, mən elə gəlir ki, Türkiyə artıq
hərəkətə keçməli olacaq və bu yöndə, yəni humanitar faciənin baş verdiyi yönündə artıq BMT-nin Təhlükəsizlik Şurasında daimi üzvlərin veto qoymasına ehtiyac qalmayacaq. Sadəcə olaraq bu Təhlükəsizlik Şurasında müzakirə obyekti olacaq və açıq səsvermə keçiriləcək və kiminsə vetosuna ehtiyac qalmayacaq. Bu yöndə konkret qərarların qəbulu ola bilər ki, təbii ki, Türkiyə bu yöndə konkret hazırlıqlar görür və Türkiyə istəyərsə, təbii ki, bu yöndə Türkiyə NATO-nun çox önəmli üzvlərindən biri olduğu üçün NATO-nun nizamnaməsinin 5-ci maddəsi işə düşə bilər ki, bu yöndə də mənə elə gəlir ki, artıq bir növ təhlükəsizlik zonasının Suriya ərazisində yaradılmasından söhbət gedə bilər. Bəlkə də hərbi müdaxilə ciddi mənada müzakirə obyekti ola bilər və bu yöndə konkret qərarlar ortaya çıxa bilər. Təbii ki, siz dediyiniz kimi, əgər sözün əsl mənasında bu faciə bu bir ay müddətində ciddi mənada davam edərsə, ola bilsin ki, Azərbaycanın dönəmində, sədrlik dönəmində bu məsələ müzakirə obyekti ola bilər. Və müzakirə obyekti olduğu təqdirdə, təbii ki, Azərbaycan yenə də dünya gücləri, xüsusilə də sivil dünya, yəni Qərbin yanında olacaq. Çünki əks təqdirdə mənə elə gəlir ki, bu Azərbaycana şərəf gətirməz. Azərbaycan gələcək perspektivi hesabladığı üçün hesab edirəm bu dəfə də Qərbin yanında olacaq. Daha doğrusu ədalətli seçim də budur. Və artıq ilk sınaqdan da belə deyək, çıxıb Azərbaycan, biz verilişdən əvvəl sizinlə bir kiçik fikir mübadiləsi apardıq. Sudanla bağlı artıq qərar qəbul olunub və çox yaxşı haldır ki, yeşdil qərar olub BMT Təhlükəsizlik Şurasında. Çünki Cənubi Sudan Respublikası elan ediləndən sonra bunlar iki dövlət arasında Cənubi Sudanla Sudan Respublikası problem yaşandı, nefti bölə bilmirlər və faktiki savaş, vətəndaş müharibəsinin astanasındadır və Təhlükəsizlik Şurasında qərar qəbul olundu ki, bunlar əgər qətliamlara soyğun qoymasalar, öz aralarında razılığa gəlməsələr, bunların ikisinə də qarşı sanksiya qəbul olunur və Sudandan gələn məlumatlara görə də artıq müəyyən razılıq var. Amma Suriya məsələsini biz qeyd etdik, İran məsələsi də var. Birinci raund danışıqlar nüvə çalışmaları ilə bağlı İstanbulda keçirildi. Düzdür, deyilənə görə müəyyən irəliləyişlər oldu, amma nələrdən ibarət bu irəliləyişlər detallı açıqlamalar verilmədi. İkinci raund mayın 23-də Bağdadda olmalıdır. Aydındır ki, Azərbaycan mayın sonuna qədər əgər Təhlükəsizlik Şurasının sədri olacaqsa, çətin ki, bu məsələ İranın nüvə çalışmaları məsələsi mayda Təhlükəsizlik Şurasının gündəminə gətirsin, amma sonra yenə də gələ bilər və Azərbaycan 2 illik qeyri-daimi üzvlüyü var bu qurumda. Yəni, bütün hallarda bu ilin axırına kimi, gələn ildə əgər nüvə çalışmaları İran dayandırmasa, bu məsələ gündəliyə gələ bilər. Bax, İran məsələsində Azərbaycanın tutacağı mövqeyi siz necə dəyərləndirə bilərsiniz? Azərbaycan bütün hallarda hesab edirəm ki, çox bu məsələyə ehtiyatlı yanaşacaq. Çünki İrana münasibət və İranın gələcəyi ilə bağlı konkret qərarlar ortada yoxdur və bunun da konkret səbəbləri var. Fikir verirsinizsə, İsrailin bütün ciddi cəhdlərinə rəğmən Qərbdə, xüsusilə Amerika Birləşmiş Ştatlarında İrana hərbi müdaxilə ilə bağlı qərar qəbul olunmadı. Əksinə, İsraili bu yöndə bu qərarlardan, xüsusilə də hərbi müdaxilədən çəkindirmək yönündə xeyli cəhdlər oldu. Və hesab edirəm ki, bu proseslər davam edəcək. Çünki Amerika Birləşmiş Ştatlarının dəstəyi olmadan İsrailin tək başına İrana müdaxiləsi ağla batan deyil. Sadəcə bu İran siyasi çevrələrinin, xüsusilə də hakimiyyətdə olan Netanyahu hökumətinin mənə elə gəlir ki, daxili auditoriyaya hesablanmış bir növ hərbi ritorik yöndə çıxışları kimi qəbul etmək lazımdır. Əslində məsələnin kökündə mənə elə gəlir ki, ciddi mənada elə bir hazırlıq durmur. Təbii ki, bütün hallarda İsrail İrana qarşı hərbi yöndə hazırlıqları tamamlayıb, ancaq İrana qarşı bir növ hərbi müdaxiləni tək başına başlayıb və prosesi sona çatdırmaq gücündə deyil. Çünki onların düşündüyü kimi İran heç də zəif qoz deyil. Digər tərəfdən bu proses
uzana bildiyi təqdirdə mənə elə gəlir ki, bu dünyada gedən iqtisadi kriz məsələsini daha da ciddi mənada etkiləyəcək və bundan nəinki İsrail, eyni zamanda Avropa və Amerika Birləşmiş Ştatları ciddi zərər görəcək. Və mən hesab edirəm ki, əgər növbəti belə bir müharibə olduğu təqdirdə bu yaxınlarda, dünya iqtisadiyyatı bunu çətin qaldıra biləcək. O baxımdan İran bunu çox gözəl hesablayıb və bu yöndə mənə elə gəlir ki, bu zəif nöqtələr yönündə oynayır və İranın dirənişinin arxasında duran əsas faktorlardan da biri budur. Digər tərəfdən ABŞ və Avropanın İranla müəyyən mənada dil tapmaq cəhdlərini də məhz bu xüsusda dəyərləndirmək lazımdır. Çünki bugün artıq bilirsiniz ki, Avropa yeni böyük bir iqtisadi kriz yaşama ərəfəsindədir və Avropa hesab edir ki, belə bir müharibə başlayacağı təqdirdə sözün əsl mənasında Qərb çox böyük zərər görə bilər. O baxımdan mən hesab edirəm ki, İstanbulda müəyyən razılaşmalar oldu və bu razılaşmalar təbii ki, İranın 20%-ə qədər uranı zənginləşdirmək imkanı və bunun müqabilində İranın tələbi var ki, İrana qarşı tətbiq olunan bütün embargolar aradan qaldırılsın. Ancaq gəlin fikir verək, bir müddət əvvəl Türkiyənin və Meksikanın bir vasitəçiliyi var. Braziliyanın, üzr istəyirəm. Və burada İranda çox ciddi mənada bir razılaşma əldə olunmuşdur. Nədənsə Türkiyənin vasitəçiliyini qəbul edə bilməyən, yəni içinə sığdıra bilməyən Qərb dövlətləri bu sənədi bir növ görməzdən gəldilər və bu sənədin qüvvəyə minməsinə imkan vermədilər. Ancaq o sənəd, mən hesab edirəm ki, Qərbin marağına indikindən daha çox uyğun idi. Nədənsə üstündən xeyli müddət keçməsinə rəğmən artıq Qərb hətta özlərinin qırmızı xətt hesab etdiyi bəzi cizgiləri belə çiynəmək məcburiyyətində qaldılar. Yəni Qərbin özü də açığı bu məsələdə ədalətli deyil, ikili oynayır və İran da mənə elə gəlir ki, bu xüsuslarda çox ciddi mənada oynadı və onun nəticəsini görmək ərəfəsindədir. Mən də hesab edirəm ki, ola bilsin ki, Bağdadda bu yöndə müəyyən anlaşmalar ortaya çıxa bilər. Mən razıyam sizinlə. Əslində, keçən verilişdə də demişdim, söyləmişim bu fikri ki, sanki İstanbul görüşündə Qərblə, daha çox da Amerika Birləşmiş Ştatları ilə İran arasında bir centilmen anlaşması oldu. Siz də qeyd etdiniz, Amerika üçün müharibə əlverişsizdir, çünki bölgədə vəziyyət qarışıqdır. Əfqanistan, İraq, bir tərəfdən də noyabrda yaxınlaşmaqda olan prezident seçkiləri. Digər tərəfdən də İranın öz maraqları var ki, İran da əslində müharibədən qaçır, amma uzatmaqda prosesi maraqlıdır və Qərb də özünü elə aparır ki, hələ ki, prosesi nəzarətdə saxlayır. Amma burada bir məsələ də var, yəni Rusiya da var, Rusiya amili də var. İndi Azərbaycan, biz qeyd etdik, Suriya ilə bağlı səsvermədə Qərbin yanında yer aldı. Amma Rusiya ilə Azərbaycan ilə normal münasibətlərə çalışır. Siz necə düşünürsünüz? Azərbaycan hər dəfə səsvermədə, yəni sivil dünyanın Qərbin yanında yer almaqla Rusiyadakı hakimiyyət dairələri bundan sizcə qıcıqlanmırlar ki? Təbii ki, qıcıqlanırlar və Azərbaycana qarşı gedən proseslər də, proseslərin mahiyyətində də məhz bu faktor dayanır. Təbii ki, Rusiya heç vaxt istəməz ki, Azərbaycan Qərbin yanında olsun və təbii ki, Azərbaycan da zaman-zaman bu faktordan istifadə eləyir və Azərbaycanın prezident aparatının rəsmisi Novruz Məmmədovun açıqlaması da təxminən bu notlar üzərində oynamağa bənzəyir ki, əgər sözün əsl mənasında Qərb Azərbaycanın onlarla münasibətinə adekvat addımlar atmayacaqsa, xüsusilə də Ermənistana təzyiqlər etməyəcəksə, gələcəkdə Azərbaycan ola bilsin ki, öz yönünü dəyişdirə bilər. Doğrusu, mən Novruz Məmmədovun açıqlamasını anlamaqda çətinlik çəkirəm. Bir tərəfdən Azərbaycan hakimiyyəti balanslaşdırılmış xarici siyasət elan edib. Digər tərəfdən də Novruz Məmmədov çıxıb söylüyor ki, əgər Qərb Qarabağ məsələsində bizim maraqları təmin etməsə, biz
qərbpərəst mövqedən çəkinə bilər. Birincisi, Azərbaycan belə baxanda qərbpərəst siyasət yürütmür. İkincisi, əgər bu nə balansdır ki, biz qərbdən özümüzü döndərib və hansı yeni blokdur ki, biz oraya çevrilməliyik. Çünki Novruz Məmmədov belə bir fikir də işlədib ki, başqa bloka bizə təklif gəlib ki, ora qoşulaq. Qərbə qarşı blokları biz bir-iki əsas daşıyıcılarından biri Rusiyadır. Yəni, Rusiyada Ermənistanın hərbi strateji müttəfiqidir. Biz o blokda necə yer ala bilər? Yəni, bu açıqlama mən anlamaqda əslində çətinlik çəkdim. Siz də o məsələyə toxunursunuz əslində. Çox doğru buyurdunuz. Çox ziddiyyətli bir açıqlama idi və təsir dairəsi açığı sıfıra bərabərdir. Yəni, düşünülməmiş, ciddi düşünülməmiş ciddi də qəbul olunmadı əslində. Siyasi reverans deyək kimi ortalığa atılmışdı, ancaq heç bir rezon yaratmadı. Niyə? Çünki artıq Azərbaycanın bu yöndə manevr imkanları tükənib. Yəni, siz dediyiniz balanslaşdırılmış siyasətdən artıq söhbət gedə bilməz. Digər tərəfdən, bugün bilirsiniz ki, Avro-Atlantik məkan alternativsiz olaraq güc mərkəzi olaraq var və heç vaxt bu məkan, bu güclər istəməz ki, dünyada alternativ yeni bir güc mərkəzi formalaşsın. Novruz Məmmədov təbii ki, alternativ güc mərkəzindən danışanda Putinin ortalığa atdığı Avrasiya İttifaqından söhbət gedir. Açığı bu Azərbaycanın ünvanına deyilmiş, bundan bəlkə də təhqir edici bir nüans ola bilməzdi. Çünki Azərbaycanın bütün bəlaları məhz onların iddia etdiyi blokdan, ittifaqdan gəlmişdi. Yəni, Azərbaycanın bugün də həll eləyə bilmədiyi Dağlıq Qarabağ problemini məhz Rusiya yaradıb. Və bugün də bilirsiniz ki, Rusiya bu problemlə bağlı manipulyasiya edir və etməkdə də davam edəcək. Çünki Rusiya Cənubi Qafqazda öz təsir rıçaqlarını saxlamaq üçün Dağlıq Qarabağ, eyni zamanda Gürcüstanla bağlı, separat bölgələrlə bağlı problemi daim aktiv tutacaq ki, ən azından bu ölkələri təsir dairəsində, əhatə dairəsində saxlaya bilsin. Belə olduğu təqdirdə Novruz Məmmədov hansı əsaslara dayanaraq hesab edir ki, zamanında birlikdə olduqları və problem yaradıldığı həmin ittifaqa yenidən qayıtmaqla Azərbaycanın problemini həll edəcəklər. Bu bir. İkincisi, fikir verirsinizsə, Medvedev dönəmində Azərbaycan və Ermənistana yönəlik Putin dönəmindən fərqli bir yanaşma var idi və Medvedev bir balans yaradırdı. Yəni, Ermənistanı xüsusilə seçmirdi və bu Ermənistanın siyasi çevrələrində zaman-zaman çox böyük açığı həyəcana da səbəb olmuşdu. Ancaq Putin dönəmində belə olmayacaq. Putin bütün hallarda Ermənistandan yana bir siyasi təfəkkürə malikdir və hesab edir ki, Ermənistan faktoru geosiyasi faktor olaraq bütün zamanlarda aktiv olmalıdır. Çünki Ermənistan faktoru aktiv olduqca açığı Türkiyəyə, eyni zamanda Azərbaycana baskı və təsir imkanlarını saxlayır. Digər tərəfdən Ermənistan faktoru aktiv olduqca Türkiyənin bir növ iqtisadi, siyasi, hərbi ekspansiyasının şərqə doğru yayılmasının qarşısını alır. Belə olduğu təqdirdə bunlar elementar siyasi hesablamalardır. Novruz Məmmədov bilirsiniz, bu cür qeyri-ciddi bəyanatlar verir və hesab edir ki, bunu qərbdə anlamırlar və bugünkü situasiyanı təhlil etmirlər. Azərbaycanın seçim imkanı o qədərmi çoxdur ki, yenidən öz aramız NATO-ya alternativ ola biləcək, yəni bunlar hamısı ehtimallardır, hər hansı bir bloka qoşulsun. Bunun da bilirsiniz ki, perspektivi sıfıra bərabərdir və belə bir alternativ heç vaxt olmayacaq. Ya, açıqlamanın qeyri-ciddiliyinə dəlalət edən ən başda fakt odur ki, Novruz Məmmədov açıqlamasında deyir ki, 5 il sonra biz belə bir bloka qoşulacaq. Əgər belə bir bloka qoşulmaq istəyi varsa 5 ili niyə gözləmək lazımdır? Elə indidən danışıqlar başlasın və yaxud sizin də qeyd etdiyiniz kimi, əgər biz Putinin təklif elədiyi Avrasiya İttifaqına üzv olacaqdırsa, elə gedib kollektiv təhlükəsizlik müqaviləsində üzv olardıq, eyni şeydir. Amma niyə üzv olmuruq? Çünki bu bizim milli təhlükəsizlik maraqlarımıza cavab vermir. Orada Ermənistan var, orada Rusiya var, hansılar ki, bizim torpaqları işğal ediblər. Mən üzr istəyirəm. Bilirsiniz ki, Rusiya öz əhatə dairəsi hesab etdiyi postsovet məkanında ölkələrlə münasibətdə, xüsusilə
xarici siyasət məsələlərində iki tərəfli münasibət anlayışını qəbul etmir. O baxımdan Rusiyanın rəhbərlik etdiyi hər hansı bir ittifaqa daxil olmaq müəyyən səlahiyyətlərinin və müstəqilliklərinin bir hissəsini onlara təhvil vermək deməkdir. Əgər Azərbaycan sözün əsl mənasında Ermənistan kimi Rusiyanın forpostu olmaq istəyirsə, buyursunlar. Nat bəy, Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ məsələsinin mövzusunu, işğal altındakı torpaqlar mövzusunu gündəmə gətirmək üçün Azərbaycan nə etməlidir? Çünki biz 2 il qeyri-daimi üzv olacaq. 2 il deyəndə də artıq 14 ay arxada qalıb. Yəni, aydındır ki, müəyyən maneələr var. Maneələrdən ən böyüdür ki, Təhlükəsizlik Şurasının 3 daimi üzvü və həmsədr ölkələr, ATƏT-in həmsədr ölkələri, hansı ki, Qarabağla məşğuldurlar. Amerika Birləşmiş Ştatları, Fransa və Rusiya hər dəfə qeyd edirlər ki, bu məsələ BMT çərçivəsində deyil, ATƏT çərçivəsində əldə olmalı. Yəni, aydındır ki, Azərbaycan bu məsələni qaldırsa, bu üst dövlətin müəyyən maneələri ilə üzləşə bilər. Amma əgər biz bu 2 ildə bu məsələni gündəmə gətirməyəcəksə, onda adi üzv kimi, BMT adi üzv kimi biz bu məsələni necə həll edə bilərik, həmin şəmsiyə altında. Və Pakistan da əslində indi qeyri-daimi üzvlərdən biridir. Bəlkə Azərbaycan Pakistanla birgə hansısa bir fəaliyyət planı hazırlayıb Qarabağ mövzusunu gündəmə gətirə bilər. Bugün dövlət başçısı İlham Əliyev də əslində bu istiqamətdə bir açıqlaması oldu. New Yorkdakı çıxışında, hansı çıxışda ki, orada BMT-nin baş katibi də işləyirdi, bir çox rəsmilər də var idi. Orada dedi ki, bəs 4 qətnamə var, bunlar yerinə yetirmir. Yəni, belə baxanda əslində Azərbaycanın yeni bir qətnaməyə ehtiyacı yoxdur BMT. Həmin o 4 qətnamənin yerinə yetirilməsinə ehtiyacı var. Yəni, sizcə Azərbaycan bu istiqamətdə hansı həmlələrə baş vurmalıdır? Əvvəla gəlin ona o məsələyə işıq salaq ki, hansı ki, siz dediyiniz qətnamələrin icrasına imkan vermir. Niyə bu qətnamələr icra olunmur? Çünki bu qətnamələrin icra olunması üçün dünya gücləri və xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin siyasi və geosiyasi, yəni regionda olan maraqlarının uzlaşdırılması lazımdır. Bu günləri bilirsiniz ki, Avrasiyada, xüsusilə də bizim regionda, Cənubi Qafqazda geosiyasi maraqlar toqquşur və burada görünən və görünməyən mənada açığı bir mübarizə var. Xüsusilə də Rusiya, Qərb və Rusiya, Amerika Birləşmiş Ştatları arasında. Yəni, tədricən Rusiya regionundan sıxışdırılmaq üzrədir. Yəni, bu yöndə aktiv siyasət artıq gedir və Rusiya bunu hiss edir. Bu mənada mənə elə gəlir ki, bu prosesi irəliyə aparmaq böyük çətinliklər yaradacaq və bugün Dağlıq Qarabağ probleminin həll olmamasının yeganə səbəbi də məhz bu faktordur. O baxımdan mən hesab edirəm ki, zamanında bu məsələ mənə elə gəlir ki, beynəlxalq, beynəlmiləlləşdirilməli deyildi ki, bugün artıq biz həmin dövlətlərin geosiyasi maraqlarının bir növ girovuna çevrilmişik. O baxımdan mən hesab edirəm ki, Azərbaycan bir növ BMT-də müəyyən dəyişikliklərə gedilməsi üçün konkret buna dəstək verə biləcək ölkələrlə işləməlidir və bu yöndə təbii ki, mən qəbul edirəm ki, Pakistan, Türkiyə, çünki bilirsiniz ki, Türkiyə rəhbərliyi də zaman-zaman bu məsələni qaldırır ki, artıq BMT dəyişməlidir. Ya BMT-nin daimi üzvlərinin sayı çoxalmalıdır və yaxud da ki, ümumiyyətlə daimi üzv anlayışı aradan qaldırılmalıdır və hər hansı bir ölkəyə haqq tanınmamalıdır ki, hər hansı bir qərarın qəbul olunmasına veto qoysun. Mənə elə gəlir ki, bu yöndə Azərbaycan çalışmalıdır, Türkiyəyə və digər ölkələrə dəstək verməlidir. Çünki məhz bu veto hüququndan istifadə edən ölkələr əslində böyük əksəriyyətin problemidir. Mənə elə gəlir ki, Azərbaycan da bu notlarda oynamış olsa, ola bilsin ki, yaxın 6 ay müddətində bu yöndə BMT-də müzakirələr başlaya bilər. Azərbaycan da məhz bu fikrin yanında olmalıdır. Əks təqdirdə mənə elə gəlir ki, Amerika Birləşmiş Ştatları, Avropa və Rusiyanın maraqları uzlaşmayana qədər Dağlıq Qarabağ problemində heç bir həll variantı olmayacaq və Azərbaycan məcbur olacaq ki, bir növ problemi hərbi yolla
irəliyə götürsün. Ancaq bu da bilirsiniz ki, bu da Azərbaycan üçün xeyli məhdudiyyətlər və problemlər yarada bilər. Çünki bilirsiniz ki, bu təkcə Ermənistan-Azərbaycan savaşı ilə məhdudlaşmaya bilər və regiondakı maraqlı dövlətlər bu prosesi müxtəlif yönlərə çəkə bilər. O baxımdan problem özü həqiqətən də bütün dünya ekspertlərinin də etiraf etdiyi kimi çətindir. Ancaq bunun yolu, yenə də deyirəm, yalnız BMT-də müəyyən ciddi mənada dəyişikliklər olduğu təqdirdə bu problemin həlli mümkündür. Əks təqdirdə bu maraqların uzlaşması 10 illər çəkə bilər. Çünki fikir verirsinizsə, siz dediyiniz kimi, hətta raket əleyhinə Avropada yerləşdirilmiş sistemlə bağlı Rusiya artıq illər boyu bir Medvedev dönəmi boyu müzakirələr etdilər və bu məsələ heç də açığı hansısa müsbət qərara bağlanacağı görsənmir. Qarabağ problemi də həmin problemlər kimi mən hesab edirəm ki, 10 illər davam edə bilər. O baxımdan hesab edirəm ki, Azərbaycan mənə elə gəlir ki, artıq bütün dünyanın maraqlarının yanında olmalı və böyük əksəriyyət də bugün istəyir ki, xüsusilə də yaxın şərq ölkələri istəyir ki, bu bir növ BMT-ni yönəltən ölkələrin bu müstəsna səlahiyyətləri əlindən alınsın. Sadəcə Təhlükəsizlik Şurasında böyük səs verməyə buraxılmaqla istənilən problemləri həll edə bilsinlər. Əks təqdirdə mənə elə gəlir ki, Azərbaycanın bunu etmək imkanı məhduddur. Latif bəy, siz raketlərdən müdafiə sistemi mövzusuna toxundunuz. Elə bu həftə Moskvada çox maraqlı bir tədbir keçirib. Bir qədər uzun adı da var. Yeni təhlükəsizlik məkanının yaradılmasında raket hücumundan müdafiə faktoru, beynəlxalq konferans belə adlanır. Orada Rusiya silahlı qüvvələrin baş qərargah rəisi ordu general Nikolay Markov belə bir fikir söyləyib ki, əgər Avropa Rusiya ətrafında raketlərdən müdafiə sistemləri yerləşdirməkdə davam edərsə, biz onları zərərsizləşdirə bilərik. Yəni, sanki bir şantaj xarakteri açıqlamadır. Deyəsən, Moskvada qəbul etmək istəmirlər ki, Qərb də Moskvanı inandıra bilmir ki, bu raket müdafiə sistemləri Rusiya əleyhinə deyil, əslində İran əleyhinədir. Yəni, İranın mümkün nüvə raketləri əleyhinədir. Rusiya inatkarlığını davam etdirir bu məsələdə. Problem məncə Rusiyanı İrana yönəlik olub-olmamasında deyil. Rusiya nədən narahatdır? Rusiya ondan narahatdır ki, yeni raket əleyhinə sistemlərin quraşdırılması və onun potensialı Rusiyanın nüvə başlıqlı potensiallarını bütövlükdə zərərsizləşdirə biləcək gücdədir. Bu deməkdir ki, artıq Rusiya o sistem işlədiyi təqdirdə Qərb üçün təhlükə olmaqdan çıxır və bu çıxdığı anda Rusiya bir növ böyük dövlət anlayışını itirmiş olur. Başqa sözlə, yəni əgər hipotetik biz düşünsək ki, Qərb nə zamansa Rusiya nüvə raketi hücumunu həyata keçirsə, həmin o raketlərdən müdafiə sistemi hesabına Rusiya adekvat addım, yəni qarşılıqlı cavab verə bilməyəcək. Təbii, bax, söhbət bunun üstündə gedir. Rusiyanı narahat eləyən əsas məsələ də budur. Və bilirsiniz ki, Medvedevlə Obamanın arasında bir nüvə başlıqlı raketlərin məhdudlaşdırılması, ləğv olunması ilə bağlı bir anlaşma da var idi. Orada da əslində Amerikanın məqsədi Rusiya raketlərinin, nüvə başlıqlı raketlərinin səviyyəsini o səviyyəyə gətirib çatdırıb endirməkdir ki, bugün mövcud olan potensialla Rusiyanın nüvə başlıqlı raketlərini %100 zərərsizləşdirmək imkanı əldə olunsun. Bu hiləni Rusiya bilir, ancaq bugün artıq tədricən Rusiya dünya üçün böyük bir təhlükə olmaq imkanını itirmək üzrədir. Əslində, bugün Rusiyanı narahat edən əsas faktor da budur. Bir də həmin tədbirdə NATO baş katibinin müavini Aleksandr Vershbow bir müsahibə verib konferansdan kənarda ki, Qəbələ ilə bağlı, Qəbələ ilə bağlı. Əslində o söyləyib ki, Rusiya prezidentinin, keçmiş prezidentinin, indi gələcək prezidentinin, Putinin bir təklifi var ki, onlar Amerikanlarla birgə istifadə edə bilərlər, NATO ilə birgə Qəbələ eləsi. Vershbow söyləyib ki, əgər Rusiya stansiyanı modelləşdirərsə və ən başlıcası onu xüsusi vurğulayıb, Rusiya Azərbaycanla razılaşarsa, NATO ilə Rusiyanın Qəbələ eləsidə əməkdaşlığı mümkündür. Elə məsələ də ondadır ki, bu razılıq hələ yoxdur. Çünki Rusiya yenə də inatkarlıq göstərir. Keçmiş qiymətdən icarə haqqını uzatmaq istəyir. Azərbaycan isə bunun əksinə deyir ki, icarə haqqı artırılmalıdır. Amma necə düşünürsünüz? Biz, məsələn, mən özüm də şəxsən Qəbələ eləsin
Rusiya tərəfindən istifadəsinin əleyhinəyəm. Bunu yazılarımda da qeyd edirəm, çıxışlarımda da söyləyirəm. Amma əgər belə bir imkan olarsa, halbuki buna mən az inanıram, Qəbələ RLS-i Rusiya, NATO birgə işlədərsə, bunun Azərbaycan üçün hər hansı bir geosiyasi xeyirləri ola bilərmi sizcə? Açığı bugün Qəbələ RLS-nin yenidən rekonstruksiyası o qədər böyük məbləğlər edir ki, bu məbləğ sayəsində Rusiya istənilən bir ərazisidə, hətta özünün və yaxud da ki Ermənistanın ərazisində yeni bir neçə RLS tikmək daha münasibdir. O baxımdan Rusiya bu təklifə getmir. Təbii ki, Rusiyanın istəyi budur ki, ABŞ-la o şərtlə birgə RLS-i işlətsinlər ki, yəni bir növ ABŞ-ın maliyyəsini bu prosesə qatmaqla eyni zamanda həm özlərinin, həm də bir növ Amerikanın bu regiondakı maraqlarını təmin etmək istəyirlər. Ancaq mən inanmıram ki, ABŞ buna gedəcək. Sadəcə bu bir manipulyasiya, bir manevrdir. ABŞ RLS-in işləməsində maraqlı deyil. Eyni zamanda bilin ki, Avropa və Türkiyədə Qəbələ RLS-inin Rusiya tərəfindən işləməsində maraqlı deyil. Və Azərbaycan da bu güc mərkəzlərinin arasında qalmaq istəyində deyil. Və digər tərəfdən ortada bir İran faktoru var. Bilirsiniz ki, Qəbələ RLS-i Rusiyanın nəzarətində olduğu təqdirdə və regionda təbii ki, arzu olunmasa da, ancaq bu real görünə bilər. Hərbi əməliyyatlar İran əleyhinə başladığı təqdirdə bu güc mərkəzləri bilirlər ki, Azərbaycandan İrana müxtəlif informasiyalar, yəni hərbi yönlü informasiyalar ötürülə bilər ki, bu da qətiyyən Qərbin, Türkiyənin, eyni zamanda Azərbaycanın dövlət maraqlarına ziddir. O baxımdan mən hesab edirəm ki, Azərbaycanın 300 milyon dollar səviyyəsində Rusiyadan maliyyə tələb etməsi sadəcə bir bəhanədir. Ancaq bunun arxasında, bəli, bu bir bəhanədir və mənə elə gəlir ki, çox doğru da bir bəhanədir. Çünki bilirsiniz ki, bunu Azərbaycanın nə siyasi, nə hərbi, nə də ki, açığı ekoloji marağı yoxdur. Çünki bilirsiniz ki, o radiasiya mənbəyidir və bu radiasiya mənbəyinin olduğu yerlərdə də böyük xəstəliklər mövcud olur. Digər tərəfdən Azərbaycanın ümumiyyətlə bu cür maraqların toqquşduğu bir əraziyə çevrilməsi də Azərbaycan dövlətinin marağında deyil. O baxımdan belə bir, siz dediyiniz kimi, Qəbələ RLS-inin daha çox fəaliyyətsiz dayanıb, xüsusilə də ləğv olunması daha məqsədə uyğun. Qərbin maraqları aydındır, Rusiyanın da maraqları var, uzatsın. Azərbaycanın da marağı odur ki, ümumiyyətlə Qəbələ RLS qapansın. Bəs İranın maraqları, tutaq, hipotetik biz qəbul etsək, hipotetik yenə də siz də az inanırsınız, ona mən də az inanıram ki, Rusiya NATO ilə birgə istifadə edə bilər RLS-i. Amma belə hipotetik qəbul etsək ki, belə bir uzlaşma olsa Rusiya ilə NATO arasında ki, Qəbələ RLS-i birgə işlədək, İran hakimiyyətinin reaksiyası sizcə necə ola bilər? İran qətiyyən bunda maraqlı deyil. Çünki bilirsiniz ki, İranın Rusiya ilə ciddi mənada əlaqələri var. Bu, həm hərbi, həm iqtisadi, həm də siyasi yöndə çox ciddi mənada qəbul oluna bilər. Və digər tərəfdən bu birgə fəaliyyətin mümkün olması, bu bir növ Rusiya Amerika Birləşmiş Ştatları anlaşmasına gətirir ki, bu da İranın qətiyyən maraqlarına uyğun deyil. Çünki Rusiya bilirsiniz ki, elə bir dövlətdir ki, istənilən vaxt ən yaxın müttəfiqlərini belə konkret özünün geosiyasi və qlobal mənada maraqlarına qurban verə bilər. Biz bunu zaman-zaman Rusiyanın tarixində görmüşük və hesab edirəm ki, gələcəkdə də görməkdə davam edəcəyik. Xüsusilə də mən hesab edirəm ki, Suriyanın taleyi ilə bağlı konkret qərarlar qəbul olunmaq ərəfəsində siz Rusiyanın müəyyən mənada ciddi reveranslarını da görəcəksiniz. O baxımdan mənə elə gəlir ki, İran bu məsələdə çox ciddi təpkili olacaq və həm Rusiyaya, həm də Azərbaycana ciddi mənada təpkiləri biz görəcəyik və bu yöndə hesab edirəm ki, işlər davam edir. Sadəcə üzdə görünmür bu məsələlər, ancaq altda mənə elə gəlir ki, çox ciddi mənada bu yöndə işlər gedir. Bəs maraqlı söhbətə görə sizə təşəkkür edirəm. Mən təşəkkür edirəm. Sağ olun. Əziz seyircilər, yəni Avrasiya geosiyasi nöqteyi nəzərdən dünyanın ən önəmli məkanı sayılır. Azərbaycan isə Avrasiyanın önəmli əhəmiyyətə malik olan dövlətlərindən birinə çevrilir.
Bu mənada Azərbaycanın bir aylıq olsa da BMT Təhlükəsizlik Şurasına sədrliyi beynəlxalq aləmdə də diqqəti cəlb edir. Ancaq bizim üçün önəmli olan bir daha təşkil edən bu diqqəti və bu BMT Təhlükəsizlik Şurasında bu qeyri-daimi üzvlüyü bizim üçün ən önəmli olan Dağlıq Qarabağ probleminin həllinə yönəltməkdir. Əgər bunu bacara bilsək, o halda biz deyə bilərik ki, BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük Azərbaycana uğur gətirdi. Sağ olun əziz seyircilər, gələn görüşlərə qədər.